Monqolların Azərbaycana həm birinci, həm də ikinci yürüşünə aid olan hadisələri soruşur. Birinci yürüş baş verib 1220-22-ci illərdə, ikinci yürüş isə baş verib 1231 və 39-cu ildə də bitir. Baxaq. Yürüş ərəfəsində Cəlaləddin qoşunları ölkədə qarətlə məşğul idi. Xarəzmşah Cəlaləddin 1225-ci ildə yürüş etdiyinə görə bu ortaq cəhət sayıla bilməz. Çıxırıq, götürə bilmirik A variantını. Müdafiəsi gücləndirildiyinə görə Gəncə şəhərinə toxunulmadı. Bu birinci yürüşdə idi. Bir dəfə şəhər mühasirəyə alınsa da işğal olunmadı. Birinci yürüş aid oldu. İkinci yürüşdə isə işğal olunmuş və qarət edilmişdi. Buna görə götürmürük. İşğalçılıq fəaliyyəti kəşfiyyat xarakteri daşıyırdı. Bildiyimiz kimi birinci yürüş kəşfiyyat xarakteri daşıyır. İkinci isə möhkəmləmək üçün baş vermişdi. İşğal üçün baş vermişdi. Götürmürük. Eldənizlər dövləti qüvvələri səfərbər edərək döyüşə girdi. Eldənizlər dövləti 1225-ci ildə süquta uğrayıb. İkinci yürüşdə Eldəniz dövləti mövcud deyildi. Götürmürük. İstilaçılar bir sıra şəhərləri müqavimətlə rastlaşdı. Bəli, bir sıra şəhərlər həm birinci, həm də ikinci yürüşdə müqavimət göstərdilər. Doğru cavab Y variantıdır. İkinci Dünya müharibəsi illərində Azərbaycan mədəniyyətinə aid olan hadisələri soruşur. Demək, 1939 və 45-ci illər aralığını axtarırıq. İshaq Cəfərzadənin rəhbərliyi ilə Qobustan Qayüsü təsvirlərinin tədqiq edilməsi 1947-ci il olduğuna görə uyğun gəlmir, biri çıxırıq. Koroğlu Operasının SSR dövlət mükafatına layiq görülməsi, Koroğlu Operası 1937-ci ildə tamaşaya qoyulub, 1940-cı ildə isə mükafata layiq görülüb. 2 uyğundur, götürdük. Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması 1945-ci ilin mart ayında yaradılıbdır və bu bizə uyğun gəlir. 3-ü də götürürük. Azərbaycan SSR-də Latın əlifbasının Kiril əlifbası ilə əvəz edilməsi 1940-cı il yanvar ayının 1-dən qüvvədə olan qanundur. 4-də bizə uyğun gəlir. AXC hökumətinin qərarı ilə Əlifba İslahatı Komissiyasının yaradılması 1919-cu ildir. Təbii ki, uyğun gəlmir. Cavabımız 2, 3, 4. A variantı düzgündür. Uyğunluğu müəyyən etmək lazımdır burada. Şimal Azərbaycana baş verən hadisələri soruşur 19-cu əsrin birinci yarısı üçün. Kəndli qrupları ləğv edilərək mülkədar tabeləsi adlandırıldı. Demək, 1846-cı ilin 6 dekabr respektinə əsasən kəndli qrupları ləğv edildi. A variantı düzgündür. 1-ə A götürdük. Kəndlilər üzərində hərbi vergi adlı əlavə mükəlləfiyyət qoyuldu. Bu vergi deməli 1887-ci ildə kəndlilər üzərinə qoyuldu və hərbi mükəlləfiyyətdən azad edildilər. Nəticə olaraq B-ni götürə bilmirik, əsrin ikinci yarısına düşür. Ali müsəlman silki yaradıldı. Ali müsəlman silki 1843-cü ildə yaradılıbdır və C-ni də götürürük. C də doğru oldu bizə. Birinci yarısına düşür. Keçdik, ikinci tərəfə baxırıq. Deməli, 19-cu əsrin ikinci yarısına baş verən hadisələri soruşur. Müvəqqəti mükəlləfiyyətliyi ləğv edildi. Müvəqqəti mükəlləfiyyətliyi 1912-13 qərarına əsasən ləğv edilib. 20-ci əsrə düşdüyünə görə A-nı götürmürük. Kəndlər arasında təbəqələşmə gücləndi. Bəli, 1870 burjua islahatından sonra kəndlər arasında təbəqələşmə güclənəcək. 2-yə B doğrudur. Və elə həmən islahatlardan sonra kapitalist münasibətləri formalaşır, qolçamaq sinifi meydana gəlir. C-ni də götürürük. 1 AC, 2 isə B və C. A variantı düzgündür. Xürrəmilər hərəkatına aiddir. Xürrəmə hərəkatı 778-ci ildə başlayıb, 837-ci ildə isə yatırılıbdır. Baxaq, məqsədlərdən biri əmlak bərabərliyinə son qoymaq idi. Əksinə, əmlak bərabərliyi yaratmaq istəyirlər, sosial bərabərliyi yaratmaq istəyirlər. A variantını götürə bilmirik. Səbəblərdən biri Sasanilərin ağır vergi siyasəti idi. Xeyr, ərəblərə qarşı çevrilmiş üsyandır. Bu səbəbdən götürmürük. Əsas iqamətgahı Naxçıvanda yerləşən Əlincə qalası idi. Xeyr, Qaradağ vilayətində deməli Bəz qalası olan iqamətgahı idi. Əlincə qalası deyil. Müstəqil yeni dövlətlər tərəfindən yatırılmışdı. Əksinə, üsyandan sonra bizdə müstəqil yeni dövlətlər yarandı. Ona görə D variantı da doğru deyil. Nəticələrdən biri xilafətin sarsılması olmuşdu. Bəli, bu variant doğrudur. E variantını götürəsik, xilafət sarsıldı və yeni dövlətlər meydana gəldi. Xəritədə ulduzla verilmiş dövlətin tarixində 19-cu əsrə aid olan hadisəni soruşur və
Xəritədə bizə ulduzla işarələnmiş dövlət Almaniya ərazisidir. Baxaq görək nəyi soruşacaq. Konstitusiya qəbul edilmişdir. Bəli, 1871-ci ildə Almaniya imperiyası mərkəzləşdirildi və imperiya elan olundu. Bu zaman onun konstitusiyası qəbul edilmişdi. Cavabımız A variantı. Digər variantlara baxaq. Afrikada burlarla müharibə aparmışdı. Burlarla müharibə ingilislərə aiddir, almanlara deyil. Sənaye istehsalına görə Amerikadan öndə idi. Təbii ki, yanlışdı. Antanta hərbi blokunun üzvü idi. Xeyr, Üçlər İttifaqına, daha sonra isə Dördlər İttifaqının üzvüdür. Antantaya qarşı döyüşübdür, götürə bilmirik. 2 dəfə respublika elan olunmuşdu. Xeyr, 19-cu əsrdə Almaniya imperiya elan olunmuşdu. Doğru cavabımız A variantıdır. Qədim Yunanistan və Roma mədəniyyətlərinə aid uyğunluq gözlənilmişdir. Forum Afinanın mərkəzi meydanı yanlışdır, çünki forum Romanın mərkəzi meydanı idi. Biri götürməyəcəyik, bir olan variantları çıxırıq. Amfiteatr döyüşlərin keçirildiyi və tamaşaların göstərildiyi yer doğrudur. Dekorasiya səhnə bəzəyidir, yazı üçün işləmişləri deyil. Üçü də çıxırıq variantlarımız içərisindən. Beləliklə 2, 4, 5 qalır. Yenə də baxaq. Tragediya, faciə ilə bitən dramatik əsər doğrudur. Adətə qəhrəmanların ölümü ilə bitən əsərlərdir. Panteon bütün tanrıların məbədi. Bəli, Romada Panteon yaradılmışdı və bütün tanrıların məbədi adlanır. Cavabımız 2, 4, 5 düzdür. El-Elvin diaqramına uyğun bəndləri müəyyən edin. Azərbaycan hökmdarlarına Şirvanşah Əbu Tahir və Salar hökmdarı Mərziban İbn Məhəmmədin oxşar və fərqli cəhətlərinə baxaq. Dövlətin əsasını qoymuşdu. Mərziban İbn Məhəmməd 941-ci ildə Saları dövlətini yaradıbdı. Demək, 2-yə A-nı götürürük. Səlcuqlardan asılı qəbul etmişdi. Saları dövləti ümumiyyətlə Səlcuqlardan asılı qəbul eləməyib. Şirvanşahlarda isə bunu birinci fərqbüz eləyib. Yəni, hal-hazırda heç birinə aid deyil, götürmürük. 10-cu əsrdə hakimiyyətdə olub, hər iki hökmdarın hakimiyyət ili dövrü 10-cu əsrə düşür, ortaq cəhətdir. Dövlətin ərazisi cənubda Kür çayına çatmışdı. Bu, Əbu Tahirin dövründə Şirvanşahlar dövlətinin ərazisi idi. Kür çayından Dərbəndə qədər olan əraziləri əhatə edirdi. Saları dövlətin ərazisi isə Dərbənddən Fərat və Dəclə çayına qədər olan əraziləri əhatə edirdi. Paytaxt köçürtmüşdü. Paytaxtı köçürən yenə də 918-ci ildə Əbu Tahir Şamaxını bərpa edib paytaxtı Şamaxıya köçürtdü. Beləliklə 1 D, Y, 2 A, 3 isə C, yəni A variantı doğrudur. Xəritədə rəqəmlə işarələnmiş rayonlardan fərqli olaraq ulduzla işarələnmiş rayona aiddir. Demək, rəqəmlə işarələnmiş rayonlar hansıdır? Birinci buna nəzər yetirək. 1. Laçın ərazisidir. 2 ilə işarələnmiş Cəbrayıldır. Ulduz isə Xankəndi bölgəsidir. Demək, Laçın və Cəbrayıldan fərqli olaraq Xankəndinə aid olan istəyir bizdən testin şərtində. 2023-cü il aprelində ərazidə sərhəd keçid məntəqəsi quruldu. Bu Laçın bölgəsidir. Həkəri çayı üzərində keçid məntəqəsi qurulubdur. Götürmürük, çünki Xankəndinə aid olan istəyir. Sonra rayon mərkəzi lokal antiterror əməliyyatı nəticəsində azad edildi. Bu bir neçə rayonumuz Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran qəsəbəsi antiterror nəticəsində azad edilib. B variantı düzgündür, götürəcəyik. 44 günlük Vətən müharibəsinə hərbi əməliyyatlar buradan başlayır. Hərbi əməliyyatlar Füzuli Cəbrayıl rayon ərazisindən başlayır, yəni Xankəndinə aid deyil, götürmürük. 1-ci Qarabağ müharibəsində böyük hissəsi işğala məruz qaldı. Xankəndinin bütün ərazisi işğala məruz qalmışı, sadəcə böyük bir hissəsi deyil, götürə bilmirik. Üç tərəfli bəyanata əsasən döyüş aparılmadan Azərbaycana qaytarıldı. Döyüş aparılmadan Azərbaycana qaytarılıb üç tərəfli bəyanata görə Kəlbəcər, demək Ağdam və Laçın bölgəsidir, götürmürük. Doğru cavab B variantı sadəcə Xankəndinə aid olandır. Xəritədə rəqəmlə verilmiş 17-ci əsr şəhərlərinin heç birinə aid deyil. 1. Bakı şəhəridir, qeyd eləyək. 2 də bizə Ərdəbil şəhərini veribdir. 3 də Qaradağı veribdir bizə. Qaradağ bölgəsidir. 4 isə İrəvandır. Baxaq görək hansına aid şərt verilməyib. Dövlətin müqəddəs şəhərlərindən biri sayılırdı. Bu Ərdəbildir. 2-ni çıxdıq. Sonra dövlətin Xəzər sahilində əsas limanı idi. Bu Bakı şəhəridir. 15-ci əsrdən sonra Bakı əsas liman şəhəri olub. 1-i çıxdıq.
Səfəvi və Osmanlı dövlətləri sülh müqaviləsi imzalamışdı. 17-ci əsrdə sülh müqavilələri Sərabda, Mərənddə, Qəsrşin ərazisində bağlanılıb. Yəni, burada bu şəhərlərin heç biri verilməyibdi hələ ki, saxlayırıq variantı. Siyasi və iqtisadi cəhətdən imperiyanın ikinci şəhəri idi. Təbii ki, bu Təbriz şəhəridir. Sonra Çuxurşad Bəylərbəyliyin mərkəzi idi. Bu isə İrəvan şəhəridir. 4-ü çıxdıq. Cavabımız 3. Qaradağ ərazisinə aid bizə demək şərt verilməyibdir. C variantı doğrudur. Cədvələ əsasən düzgün bəndləri müəyyən edin. Ağ Hun dövlətindən fərqli olaraq Avropa Hun dövlətinə aid olan hadisəni soruşur birinci hissədə. 4-cü yüzilliyin ikinci yarısında yaranıb, hər iki dövlət 4-cü əsrin ikinci yarısında yaranıb, fərqli cəhət deyil, götürə bilmirik. Qaradənizin şimal sahələrini də əhatə edirdi. Bəli, Avropa Hun dövlətinə aiddir. Ağ Hun dövlətinə isə daxil olan ərazilər Mərkəzi Asiya, Əfqanistan, Şimal-Qərbi Hindistanın da bir hissəsi olubdur. B variantı bizim üçün uyğundur. Sasanlərə qarşı qalibiyyətli müharibələr aparmışdı. Ağ Hun dövləti Aksuar xanın dövründə uğurlu müharibələr aparıb, amma Avropa Hun dövlətinə bu aid deyil. C-ni götürə bilmirik. Beləliklə 1B. İkinci hissəyə baxaq. İkinci Göytürk xaqanlığından fərqli olaraq Uyğur xaqanlığına aid olan hadisəni soruşur. Mərkəzi Asiyadakı tayfaları tabe edib, hər iki dövlət Mərkəzi Asiya dövləti olduğuna görə təbii ki, oradakı tayfaları tabe edəcəklər, fərqli cəhət deyil. Talas döyüşü nəticəsində Çinin daxili işlərinə qarışma imkanı qazandı. Bəli, Talas döyüşündə Ərəb xilafəti qalib gəldi, lakin Mərkəzi Asiyadakı ticarət yolları Uyğurların əlinə keçdi və Çinin daxili işlərinə qarışma imkanını vermiş oldu. B düzgündür, 2-yə də B götürdük. Digər Türk tayfası tərəfindən süquta uğradılmışdı. İkinci Göytürk dövlətinə də burada Uyğurlar son qoyub, Uyğurlara isə Qırğızlar son qoyub. Yəni, ikinci Göytürk dövləti özü də Türk tayfası tərəfindən süquta uğradılıb, fərqli cəhət kimi götürə bilmirik. Beləliklə, düzgün cavab 1B, 2 də B variantı düzgündür. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrə aiddir. Demək, biz Heydər Əliyevin Respublikaya birinci hakimiyyət dövrünü axtarırıq. 1900-1969-cu ildən 82-ci il aralığı lazımdır bizə. Baxaq. Azıq mağarasının arxeoloqlar tərəfindən tədqiqinə başlaması 1960-cı ildə başlayıbdır. Heydər Əliyevin dövrünə düşmür, götürməyəcəyik. Paytaxtda dərin özüllər zavodunun istifadəyə verilməsi 1986-cı ildə istifadəyə verilib, götürə bilmirik yenə. Milli Azərbaycan qərargahının təşkil olunması 1962-ci ildə təşkil olunubdur, yenə götürmürük. Azərbaycan SSR-nin konstitusiyasının qəbul olunması, ilk konstitusiyası 1921-ci ildə qəbul edilibdir, yenə uyğun variant deyil. Ermənilərin Kəlbəcərlə bağlı məkirli siyasətinin alt-üst olunması 1977-ci ildən başlayaraq müəyyən islahatlarla Heydər Əliyev Kəlbəcərin Ermənistana birləşdirmə planını alt-üst etdi. Cavabımız Y variantı doğru cavabdır. Qıpçaq türkü olan Məmmük döyüşçüsü tərəfindən yaradılmışdır. Müəyyən müddət ərzində Əfqan mənşəli sülalə tərəfindən idarə edilmişdir. Kabul hakimi Zahirəddin Babur tərəfindən süquta uğradılmışdır. Göstərilənlərin aid olduğu dövləti soruşur. Təbii ki, bu 1206-cı ildə yaranmış, 1526-cı ildə süquta uğrayan və Qütbəddin Aybəy tərəfindən əsası qoyulan Dehli Sultanlığıdır. Cavabımız D variantı düzgündür. Səfəvilər dövlətinin hökmdarı Şah II İsmayılın fəaliyyətinə aiddir. İkinci İsmayıl 1576-77-ci illərdə hakimiyyətdə olub. 1590-cı İstanbul sülhünün şərtlərini saxlamağa nail olub. Təbii ki, bu vaxt olaraq uyğun gəlmir, götürə bilmirik. Mərv döyüşündəki qələbə nəticəsində dövlət imperiyaya çevrilib. Mərv döyüşü 1510-cu ildə Şah I İsmayıla aiddir, II İsmayıla aid deyil. Dövləti gücləndirmək məqsədlə kütləvi cəza tədbirlərini əl atıbdır. Bəli, bu doğrudur. Şah II İsmayıl çox ciddi kütləvi cəza tədbirləri həyata keçirib. Doğru variantımız C variantı düzgündür. Cədvəldə Manna dövlətinin hökmdarlarının fəaliyyətinə aid düzgün bəndləri müəyyən edin. İranzudan fərqli olaraq soruşur. Aza canişinlərlə mübarizə aparmalı olmuşdu. Fərqli cəhət deyil, çünki İranzu eradan əvvəl 719-cu ildə Şandaxlı və Durduqa üsyanlarını yatırmışdı və bu canişinlərin mübarizəsi idi mərkəzləşmə siyasətinə qarşı. Bir uyğun deyil, çıxdıq. İranzudan fərqli olaraq ulusunu Urartu ilə yaxınlaşmışdı. Doğrudur, çünki İranzu Asurpərəstdir. Urartu ilə yaxınlaşmayıb. 2 düzgündür, götürürük.
İranzudan fərqli olaraq Akşeri İskit hökmdarı İşbaka ilə müttəfiq olmuşdu. Bəli, düzgündür. Çünki İranzun dövründə ümumiyyətlə İskitlər hələ Azərbaycan ərazilərinə köç etməmişdilər. Amma Akşeri İskit hökmdarı İşbaka ilə müttəfiq olub və birlikdə demək Assur ağalına qarşı mübarizə aparıblar. 3-ü götürürük. İranzudan fərqli olaraq Ualib Assuriya ilə ittifaq qurmuşdu. Fərqli deyil, çünki İranzuda Assurpərəst siyasət yeridir. Cavabımız 2 və 3 doğrudur. Uyğunluğu müəyyən edin. Qacarlar dövlətinin uğur qazandığı hərbi əməliyyatları soruşur. Birinci Rus-Qacar müharibəsində soruşur. Qarababa döyüşü. Qarababa döyüşü 1809-cu ildə baş verib. Yəni birinci Rus-Qacar müharibəsinə düşəcək. Birinci Rus-Qacar müharibəsi isə 1804-cü ildən 13-cü ilə kimi olan dövrə əhatə eləyir. Və bu döyüşdə, Qarababa döyüşündə Qacarlar qalib gəldilər. Hətta bu döyüşlər nəticəsi olaraq Qudoviçi istefaya göndərdi Rus hökuməti. Biri A variantı doğrudur. Şahbulaq döyüşünü soruşur. 1805-ci ildə baş verdi Şahbulaq döyüşü Ruslarla Qacarlar arasında və Qacar qoşunu qalib gəldi. B də doğrudur. Zəyəm yaxınlığında döyüş 1805-ci ildə olub bu döyüşdə, amma Abbas Mirzə məğlub olur Qacar sərkərdəsi və Xudafərin körpüsünə doğru geri çəkilmə əmri verir. C-də Qacarlar məğlub olduğuna görə götürmürük. Beləliklə 1 A və B uyğundur. İkinci hissəyə baxaq. İkinci Rus-Qacar müharibəsi dövrünü soruşur. Yəni 1826 və 28-ci illərdə baş verən hadisələri soruşur. Şamaxı və Şəki ərazilərinin Ruslardan təmizlənməsi bəlli Qacarların uğuru idi və 1826-cı ildə demək Rus qoşunlarından təmizləndi. A variantı doğru. 2 A-nı götürəcəyik. Cavanbulaq döyüşü. Cavanbulaq döyüşündə Qacar ordusu məğlub oldu, götürə bilmirik. Şuşa qalası mühasirəsi. Şuşa qalası 48 gün mühasirədə saxlanıldı, lakin Qacar ordusu Şuşa qalasını Ruslardan azad edə bilmədi. Uğursuzluqla nəticələndi. 1 A və B, 2 isə A variantı düzgündür. Soyuq müharibə dövründə dövlətlər arasında münasibətləri soruşur. Yəni 1947-ci ildə Böyük İttifaqın sonuncu birlikdə müqaviləsindən sonra artıq soyuq müharibənin addım səsləri gəldi və 1991-ci il SSR-in dağılmasına qədər ki olan dövrə əhatə eləyəcək. Və bu dövr ərzində Amerika ilə SSR arasında birinci bənddə bu hissəyə baxasıq, ikinci bənddə isə Böyük Britaniya ilə Argentin arasında baş verən hadisəni soruşur. Vyetnam müharibəsi 1965-73-cü illərə əhatə eləyəcək. Vyetnamda əslində SSR ilə Amerika arasında gedən müharibədir. Ulduzlar müharibəsi Ronald Reaganın dövründə Amerika Birləşmiş Ştatlarının SSR-yə qarşı sürətli silahlanmasını nəzərdə tutur. Hər ikisi A variantında Amerika və SSR-yə aid olduğuna görə bunu götürə bilmirik. İkinci B variantına baxaq. Bloklara qoşulmayanlar hərəkatı Misir, Yugoslaviya və Hindistanın istəyi ilə yaradılıbdır. Yəni bu SSR və yaxud da Amerikaya aid deyil. Ona görə B variantı da götürülməyəcək. C variantına baxaq. Karib böhranı soruşur. Karib böhranı 1962-ci ildə başlandı və Karib böhranı SSR ilə ABŞ arasında başlanılıbdır. Ona görə də bu doğrudur. Falkland böhranı isə 1982-ci ildə olubdur. Argentina Böyük Britaniyanın Falkland adasına ordu yeridir, lakin Margaret Thatcherin səyi və hərbi gücü nəticəsində Argentin ordusu Falklanddən çıxarılır. Demək, doğru cavabımız C variantı düzgündür. Fransanın orta əsrlər tarixinə dair cədvəldə düzgün cavabları müəyyən edin. Feodalların təsərrüfatla məşğul olmaq imkanının azalması, əkin sahələrinin istifadə üçün kəndlərə paylanması. Bəli, bu doğrudur. Ona görə feodallar təsərrüfatla məşğul olma imkanı azalmışdı ki, müharibələrə daha çox vaxt ayırırdılar. Nəticədə əkin sahələrini istifadə edə bilmirdilər, bunu da kəndlərə paylayırdılar. 1 doğrudur götürdük. Ölkənin cənub-şərq hissəsində İngiltərə işğalına məruz qalması, cənubda şəhərlərin yaranması, xarici ticarət əlaqələrinin genişlənməsi bu yanlışdır. Çünki cənubda şəhərlərdə, cənub ərazisində daha çox azad icmalar yaşayırdı və onlar ticarətlə daha çox məşğul olurdular. Yəni İngiltərənin işğalına əlaqəsi yoxdur. 2-ni götürə bilmirik. İri feodalların öz aralarında aramsız müharibələr aparması, kral hakimiyyətinin güclənməsi. Bu da doğru cavabdır. Ona görə ki, iri feodallar savaşdıqca kral hakimiyyəti güclənir və daha rahat onları bir-birinə qarşı qoyaraq öz mərkəzi hakimiyyətini qura bilirdi. Cavabımız 1 və 3 düzgündür.
30 illik müharibə dövründə İngiltərəyə aid olan hadisələri soruşur. 30 illik müharibə Avropada 1618 və 48-ci illəri əhatə edir. Uzunmüddətli parlamentin fəaliyyətə başlaması 1640-cı ildə fəaliyyətə başlayıb 13 il müddətinə hakimiyyətdə olublar. Biri götürürük. Diktatura rejiminin qurulması, diktatura rejimi Oliver Cromwell tərəfindən Respublikanı süqut etdirərək yaradılıbdır. 1653-cü ildə dövr ərazisinə düşmür, götürə bilmirik. Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi, Stuartların hakimiyyətə gəlməsi 1603-cü ildir. Yenə də 30 illik müharibə dövrünə aid deyil, götürməyəcəyik. Şanlı inqilabın baş verməsi 1688-ci ildə İngiltərədə şanlı inqilab baş verdi. Dinc yolla hakimiyyət dəyişkənliyi, lakin dövrə uyğun olmadığına görə götürmürük. İnqilabi şəraitin yaranması, inqilabi şərait 30 illik müharibənin nəticəsində yarandı. Yəni bu gedişatda bütün Avropa ölkələrində mürəkkəb bir siyasi vəziyyət yarandı. İngiltərədə üsyanlar və vətəndaş müharibəsi baş verdi. 5-i də götürürük. Cavabımız 1 və 5 uyğundur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə fəaliyyət göstərdiyi dövrə aid olan hadisələri soruşur. Xalq Cümhuriyyətinin Gəncə dövrü 1918-ci ilin 16 iyun tarixindən deməli 17 sentyabra kimi olan dövrü əhatə edir. 11 sentyabrda Bakı şəhəri azad olundu. 17 sentyabrda artıq paytaxt köçürülmüşdü Bakıya, yəni hökumət köçürülmüşdü Bakıya. Baxaq, məsələ seçkilər haqqında qanun 1919-cu ilin iyul ayındadır. Buna görə bu uyğun deyil, dövrə düşmür. Azərbaycan marşının dövlət himni kimi rəsmən təsdiq edilməsi, rəsmi olmasa da Azərbaycan marşı yenə də dövlət himni kimi səslənirdi əslində və götürə bilmirik. Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul edilməsi 1919-cu ilin avqustunda verilibdir bu qanun. Bakı Dövlət Universitetinin təsis edilməsi 1919-cu ilin sentyabr ayında qərar verilir və noyabrdan dərslər başlayır. Azərbaycan dilinin dövlət dili elan olunması 27 iyun 1918-ci ildə deməli Azərbaycan dili dövlət dili elan edib. Beləliklə cavabımız Y variantı düzgündür. Onun əsas məqsədi Oğuz birliyini qoruyub saxlamaq idi. Bizansla ittifaq quran xristian hakimlərini məğlub edərək Tiflis, Ani və Qars şəhərlərini ələ keçirtdi. Digər böyük qələbəsi sayəsində isə Anadolu əbədi olaraq türk torpağına çevrildi. Böyük Səlcuq dövlətinin tarixinə dair mətndə bəhs edilən hökmdardan fərqli olaraq 1-ci Məlikşahın hakimiyyət dövrünə aiddir. Mətndə bəhs olunan hökmdar Alparslandır və ondan fərqli olaraq Məlikşahın hakimiyyət dövründə baş verən hadisələri soruşur. Nizamülk vəzir təyin olundu, Məlikşahın deyil, Məlikşahın köməkçisi idi Nizamülk, Alparslanın isə vəziri idi. Biri götürə bilmirik, bir olan variantları çıxdıq bu zaman biz. Xaçlı yürüşlərin qarşısı alındı. Əlbəttə ki, alınmadı, çünki ümumilikdə 8 xaç yürüşü baş verdi. Əgər alınsaydı qarşısı, o zaman davamlı olaraq bu qədər xaç yürüşləri baş verməzdi. 2 olan variantlarda biz buradan çıxdıq. Paytaxt İsfahana köçürtdü. Bəli, Alparslandan fərqli olaraq Məlikşah paytaxtı Reydən İsfahana köçürübdü. 3 doğrudur. Qaraxanlar üzərinə yürüşə başladı. Alparslan da Qaraxanlar üzərinə yürüş etmişdi, lakin öldürülmüşdü. Alparslana aid cavabdır. Götürmürük, 4 olanlarda çıxacağıq. Cavabımız bəlli. 5-ə baxaq. Fələstin və Suriya fəth olundu. Bəli, Məlikşahın dövründə Fələstin və Suriya ərazisi, həmçinin Konya, Ankara torpaqları da fəth olunubdur. Cavabımız 3 və 5 doğrudur. Qacarlar dövlətində ilk anti-imperialist çıxışı olan hərəkat və 1904-cü ilin dekabrında Balaxanı mədənlərində başlayan ümumi tətilə aid oxşar cəhətləri soruşur. Qacarlar dövründə ilk anti-imperialist hərəkat 1891-92-ci illəri əhatə edən tablota qarşı, tütün tənbəki inhisarının tablota verilməsinə qarşı olan hərəkatdır və bu zaman bu müqavilənin ləğvi ilə yekunlaşmışdı hərəkat, yəni artıq tablota verilmiş inhisar ləğv olunmuşdu. Yəni hökumət güzəştə getdi. 1904-cü ilin dekabrında Balaxanıda başlanan ümumi tətil isə neft mədənçiləri ilə neft sənayeciləri arasında müqavilənin bağlanması və yenə də güzəştə gedilməsi ilə nəticələnmişdi. Və oxşar cavab olaraq etirazçıların tələbi nəzərə alınaraq yerinə yetirildi, doğrudur. Y variantını götürəsirik.
Sualda bizdən xronoloji ardıcıllığı soruşur. Avian Kilsə Məclisinin çağırılması 488-ci ildə 3-cü Mömin Vaçaqan tərəfindən Ağdam ərazisində çağırılıbdır. Albaniyada 2-ci Vaçenin hakimiyyətə gəlməsi 444-cü ildə hakimiyyətə gəlib. Məzəklər hərəkatının yatırılması Sasani feodallarına qarşı başlanmış hərəkat 529-cu ildə Quba tərəfindən yatırılır. Albaniyada paytaxtın Bərdəyə köçürülməsi 444-də şəhərin əsası qoyulur və 446-da da paytaxt köçürüləcək. Cavabımız xronoloji ardıcılıqda 2, 4, demək 1 və 3 doğrudur. Osmanlı dövlətinin tarixində Sultan II. Bəyazidin hakimiyyət dövrünə aid olan hadisəni soruşur. Sultan II. Bəyazid 1481 və 1512-ci illərdə hakimiyyətdə olub. Konstantinopolin mühasirəsi yarımçıq qaldı. Bu Sultan I. Bəyazidə aiddir. Əmir Teymurla Ankara döyüşü nəticəsində Konstantinopol fəthi yarımçıq qalmış oldu, götürmürük. İspaniyadan qovulan yəhudilərə sığınacaq verdi. Bəli, Sultan II. Bəyazid İspaniyadan qovulan yəhudilərə sığınacaq verdi. Məmlük Sultanlığının varlığına son qoydu. Məmlük Sultanlığının varlığına Sultan I. Səlim son qoyubdu. Üçü də götürməyəcəyik. Venesiyalar üzərində qələbə qazandı. Bəli, Venesiyalar üzərində qələbə qazanan isə yenə də 2-ci Bəyaziddir. Cavabımız 2 və 4 düzgündür. Azərbaycanda yeni daş dövrünə aiddir. Yeni daş dövrün digər adı Neolit dövrü. Eradan əvvəl 8-ci minillikdən, demək, 6-cı minilliyin ortalarına kimi olan dövrü əhatə edir. Tacirlər qrupunun sənətkarlardan ayrılması son tunç dövrüdür, Neolit aidiyyatı yoxdur. Əhalinin böyük bir hissəsinin oturaq həyata keçməsi, bəli, Neolit dövründə əhali oturaq həyata keçmişdir. Saxsı qabların hazırlanması doğrudur. Saxsı qabların hazırlanması məhz Neolit dövründən başlayacaq. Qəbilə icmasının yaranması üst paleolitdə yaranıbdır, 4-ü götürə bilmirik. Toxadan istifadə edilməsi, bəli, torpağın şumlamasında Neolitdən etibarən toxadan artıq istifadə olundu. Cavabımız 2, 3 və 5 düzgündür. Qaraqoyunlu dövlətinin tarixinə aiddir. Demək, 1410-cu ildən 1468-ci ilə kimi olan dövr axtarırıq. Dövlətin yaranmasına Baharlı tayfası apacı rol oynadı, bir doğrudur. Marağa Təbriz Sultaniyə şəhərləri paytaxt olub, yanlışdır. Paytaxt yalnızca Təbriz şəhəri olub, 2-ni götürməyəcəyik. Əmir Teymurun hücumlarına məruz qalıb. Əmir Teymur 1405-ci ildə vəfat edir. Dövlət isə 10-cu ildə yaranıb. Əmir Teymurla toqquşmayıblar. Dövlət olaraq götürə bilmirik. Osmanlı dövləti ilə müharibələr aparmışdı. Xeyr, Qaraqoyunlu dövləti ilə Osmanlı dövləti arasında heç bir müharibə olmayıb. Oğuz Türkmən sülaləsi tərəfindən süquta uğradılıb. Doğrudur. Ağqoyunlular tərəfindən süquta uğradılıb. Onlar da Oğuz Türkmən boyları idi. Cavab 1 və 5 düzgündür. Eradan əvvəl 1-ci minilliyə aid olan hadisələri soruşur, qədim Hindistan və Çin tarixinə. Sarı-sarıqlar üsyanının baş verməsi bizim era olduğuna görə götürə bilmirik. Dəmir emalının başlanması Hindistanda eradan əvvəl 11-ci yüzillik, yəni 2-ci minilliyə düşür. Hindistana aid götürə bilməyəcəyik. Çində isə eradan əvvəl 6-cı yüzillikdə başlayır. Deməli, Çinin 1-ci minillikdə artıq dəmir emalını başlatdı. B-ni götürürük Çinə. Xuanxə vadisində erkən sivilizasiyasının meydana gəlməsi. Bu sivilizasiya Çinə aiddir, amma 3-cü, 2-ci minilliklər aid olduğuna görə götürməyəcəyik. Bir hissəsinin Əhəməni dövlətinin tabeçiliyinə keçməsi, bu qədim Hindistan ərazisidir. 1-ci Daran dövründə şimal-qərbi Hindistanı fəth etmişdir. 1-ə D-ni götürəcəyik. Maurya sülaləsinin hakimiyyətinə son qoyulması, eradan əvvəl 180-ci ildə Hindistanda Maurya sülaləsinin hakimiyyətinə son qoyub, bu isə eradan əvvəl 1-ci minilliyə uyğun gəlir. Beləliklə, cavabımız 1-ə D və Y, 2 isə B düzgündür. Sizə təqdim olmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Jurnalist Murad Hüseynovun müstəqil Azərbaycanın ilk Xarici İşlər Naziri Hüseyn Ağa Sadıqovla müsahibəsində 1991-92-ci illərdə ölkənin xarici siyasətinə dair maraqlı fikirlər səsləndirilmişdir. Birinci hissə. Azərbaycanın müstəqilliyini elan edən sonra müstəqillik tanınmağa başlandı. Həmin dövrü xatırlayırsınızmı? Bəli, oktyabrın axırından mayın axırına qədər 112 dövlət Azərbaycanı tanımışdı. Biz çox işləyirdik, çünki Azərbaycan Xalq Cümhuriyyətinin acı təcrübəsini unutmamışdıq.
Ehtiyat edirdiniz ki, birdən var idi elə təhlükə. Əlbəttə var idi. Nə qədər çox dövlət bizi tanısaydı, bizə zəmanət olurdu. İkinci hissə. 1992-ci ilin martında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü oldu. Həmin ərəfələrdə nələr baş verdi? Fevralın sonunda Moskvada olanda mənə xəbər gəldi ki, ölkəmizdə insanlığa qarşı cinayət törədilib. Sonra Nyu-Yorka yola düşdük. Birləşmiş Millətlər Təşkilatına bizi üzv qəbul etdilər. Qərara gəldim, yüksək tribunadan bunu dünyaya çatdırım. Sabahsı gün qəzetlərdə əsas məlumat kimi bu dəhşətli hadisə verilmişdi. Dövlətlərin təşkilata qəbul olunması artıq ikinci dərəcəli informasiya olmuşdu. Deməli, mətni oxuduq və buna aid olaraq suallar gəlir. Birinci hissədə Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti ilə bağlı nəzərdə tutulan nəticəni yazın deyir bizə. Baxaq görək hansı nəticə nəzərdə tutulub. Bəli, burada nəzərdə tutulan nəticə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdirilməsi və işğal məsələsi. Süqut yaxud işğal. Yəni, bu təhlükə əgər müstəqil Azərbaycanın 3-cü Respublikasını daha möhkəm müstəqilliyin möhkəmləndirmə mümkün olmasaydı, üçüncünü də gözləyə bilərdi. Nəzərdə tutulan nəticə buydu. İkinci sualımız, hər iki hissədə danışılan məsələlərin sonralarla diqqətdə saxlandığı göstərən nümunələri cədvəldə yazaq. Təşkilatlara üzv yolu ilə ölkənin mövqeyinin möhkəmləndirilməsi, burada bizdən 21-ci əsrin ilk 10 illiyi soruşur. 21-ci əsrin ilk 10 illiyində biz 2002-ci ildə NATO-nun Parlament Assambleyasının da səs hüququ olmadan iştirakçı qismində iştirak hüququ aldıq. 2001-ci ildə isə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmişik. İkinci sualda soruşur, insanlığa qarşı cinayətin dünya ictimaiyyətə təqdim edilməsi. Bu 2008-ci ildə Heydər Əliyevin fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Xocalıya ədalət kampaniyasının başladılmasıdır. Bunu götürəcəyik. Sonraki sualda ikinci hissədə altına xətt çəkilmiş ifadə ilə hansı hadisənin nəzərdə tutulduğunu yazın deyir. İkinci hissədə altına xətt çəkilmiş insanlığa qarşı cinayət törədilib ifadəsidir. Və bu ifadə insanlığa qarşı törədilən cinayət deyəndə 1992-ci ilin fevralın 26-sında baş verən Xocalı soyqırımını nəzərdə tutur. Xocalı soyqırımını nəzərdə tutur. Cavabımız bu cür götürüləcək. Xəritədə əksini tapmışdır. Xəritədə Almaniyanı verib bizə, Almaniya ərazisidir və Almaniyadan istiqamətlərə baxanda müxtəlif istiqamətlərə yürüş əks olunub. Əlbəttə ki, bu 2-ci Dünya müharibəsinin gedişatında çəkilmiş, onu əhatə edən xəritədir. Cavabımız A variantı düzgündür.